Yəni sonsuzluqla bir çox bugünkü dövrdə, yəni evlənənlərin elə bir 100-dən 40% hamısı sonsuz kimi gəlirlər. Ya kişi sonsuzluğu, qadın sonsuzluğu. Kişi sonsuzluğu daha çoxalıb elə bil indi. Əsas səbəbi həm qida ilə bağlıdır. Ən çox mən onu stresslə bağlayıram. Xəstəlik keçirdikdən sonra kişilərdə yaranır bu. Anadan gəlmə çox olur. Necə də qadınlarda anadan gəlmə, bətindən anomalni doğulurlar da. Uşaqlar sonradan yumurtalıqların funksiyaları zəif olur. Həmçində kişilərdə oğlan uşaqlarında ana bətnindən bunlar zəif doğulurlar. Anadan gəlmə spermatozoidlərin olmam. Nə qədər bizdə var, kişilər ona heç bir effekt yoxdur. Amma var faizi olanlar, buna biz müalicələr aparırıq. Yəni biraz qaldırırıq faizi. Mən özümün praktikamda bir 3 dənə случай olubdu. Kişidə 7% qalxan spermatozoiddən hamilə qaldı, yəni qadın. Bu kimi möcüzələr də olur yəni. Amma ucu 0 dərəcəlik yalan demiş olarıq ki, biz onu qaldırarıq. Çox bir onlar da məcburidir süni mayalanmaya getsinlər.